Əziz və möhtərəm müsəlmanlar, özümə və sizə uca olan Allahdan ona yaraşar şəkildə qorxmağı tövsiyə edirəm. Bugünkü xütbəmizin mövzusu uca olan Allaha güvənmək, uca olan Allaha etimad etmək və bunun şər'i terminlə desək adı uca olan Allaha təvəkkül etməkdir. Təvəkkül etmək Allaha doğrudan da inananların ibadətidir, qardaşlar. Səmimi və ixlaslı insanların yoludur. Allaha güvənməyi, Allaha etimad etməyi, Allaha təvəkkül etməyi uca olan Allah Quran-ı Kərimdə peyğəmbərlərinə əmr etmişdir. Allah Quran-ı Kərimdə peyğəmbərlərə əmr edərək buyurur ki: وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ Ölməyən, hər zaman diri olan Rabbinə təvəkkül et. Başqa bir ayədə isə uca olan Allah buyurur ki: وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ Rəhimli və izzətli olan Rabbinə təvəkkül et. Sadəcə uca olan Allah peyğəmbərlərə Allaha güvənməyi əmr etmir. Həmçinin Quran-ı Kərimdə 7 müxtəlif yerdə möminlərə Allaha təvəkkül etməyi uca olan Allah əmr edir. 7 müxtəlif yerdə uca Allah möminlərə təvəkkül etməyi əmr edərkən onlardan birində belə buyurur: وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ Həqiqi möminlər qoy uca olan Allaha təvəkkül etsin. Əziz qardaşlar, istərsiniz evlənin, istərsiniz ev tikin, istərsiniz ticarətə girin. Hər hansı bir iş etmək istədikdə o iş iki şeydən biri ilə üzləşir. Ya özünə etimad edirsən, ağlıma etimad edirsən, ya öz iradəyə, gücünə etimad edirsən, ya da uca olan Allah Azze ve Celle'ye işini həvalə edirsən. Və burada gerçək möminlə, gerçək olmayan müminin əsas siması, əsas kimliyi ortaya çıxır. Mömin olan bəndələr öncə dediyim ayətlə gedir. وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ Qoy, həqiqi möminlər uca olan Allaha təvəkkül etsin. Möhtərəm qardaşlar, biz bir işi görərkən, Allaha etimad edərkən, güvənərkən, bir işin əldə olunması üçün doğru səbəblərdən tutmamız təvəkkülə müxalif deyil. Yəni, bir insan evində oturarkən, mənə ruzi gələcək anlayışı yoxdur. Mütləq halal ruzi qazanmaq üçün addım atmalısan və səbəblərdən tutmalısan. Eləcə də bir insan övlad arzulayırsa, övlad istəyirsə, mütləq evlənməlidir. Əksi təqdirdə bir uşaq sahibi olması mümkün deyil. Bunları misal olaraq gətirirəm ki, şəriətdə səbəblərdən istifadə etmək təvəkkülə zidd olan bir şey deyil. Muhammed sallallahu aleyhi və səlləm təvəkkül edənlərin, Allaha güvənənlərin, etimad edənlərin imamı idi. Onunla bərabər müharibələrdə qalxan taxardı, müharibələrdə xavza taxardı, dəmir paltar geyinərdi ki, qılınc zərbələrindən qurtarsın. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində bir adam dəvəsini səhraya bıraxır. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən biri ona dəvəni niyə səhraya bıraxdın, axı o azar gedər, itər, sonra tuta bilmərsən deyə bir təklifdə bulunur. O isə deyir ki, Allaha təvəkkül elədim, buraxdım, heç bir yerə getməz. Ona isə Peyğəmbər sallallahu aleyhi və səlləm belə cavab verir: sən onu kəndirlə bağla, səbəbdən tut, sonra isə Allaha təvəkkül elə. Ona görə möhtərəm qardaşlar, buna oxşar Quran-ı Kərimdə dəlillər çoxdur. Müsəlman doğru olan səbəblərdən tutarsa, təvəkkülə müxalif olan bir addım atmış olmaz. Təvəkkül həm peyğəmbərlərin əmr olunduğu, həm də möminlərin əmr olunduğu, Allaha doğrudan inananların ibadəti, ixlaslı insanların yolu olduğuna dair Quran-ı Kərimdə və Peyğəmbər sallallahu sünnəsində bir çox işarələr var. Təvəkkül edənlərin imamlarından biri də möhtərəm qardaşlar İbrahim aleyhissalamdır. İbrahim Peyğəmbər həddi bulğa çatır, böyük boy başa çatır, peyğəmbərlik verilir və qavmunun bütlərə ibadət etdiyini görür. İnsanları tək olan Allaha ibadətə çağırır. Şirkdən və küfürdən qavmunu çəkindirir. O dönemin tağutu olan Nemrud isə buna müxalif olur və İbrahim Peyğəmbərin dəvətindən
kölələşdirdiyi insanları xilas etmək üçün İbrahim Peyğəmbərdən qurtulmağı, yəni onu öldürməyə qərarını verir. İbrahim Peyğəmbəri öldürmək üçün öz aləmində Nəmrud düşünür ki, elə bir ölümlə qarşılaşdırım ki İbrahimi, ondan sonrakılara dərs olsun ki, kimsə onun etdiyini etməyi gözə almasın. Yəni, onun Peyğəmbərliyini inkar etməyi buradan bəllidir. Ayrıca kölələşdirdiyi insanların ayrılmasına da müsaade etmək, izin vermək istəmir. İbrahim Peyğəmbəri böyük bir oda atarkən Nəmrud bir mələk gəlib qardaşlar yardım etməsini təklif edir İbrahim Aleyhisselam. Bir yerə atılarkən bir neçə saniyə ərzində İbrahim Aleyhisselam uca olan Allah'a təvəkkülünün sonsuz olduğunu bildirir. Bunun muqabilində İbrahim Peyğəmbərin Allah'a güvəninin qarşılığında Allah o atlası o da əmr edir. Ey od, sən İbrahim üçün həm soyuq, həm də salamatçılıq təşkil elə. Həm soyuq ol, həm də İbrahim Peyğəmbərə zərər vermə. İbrahim Aleyhisselam oda düşür, o İbrahim Aleyhisselamı yandırmır və hətta soyuğu da İbrahim Peyğəmbərə zərər vermir. Muhammed sallallahu aleyhi ve sellem və onun sahabələri Mədinədə tövhidi yayarkən bu Məkkədə olan və Məkkənin çevrəsində olan müşrikləri narahat edir. Və Məkkə müşrikləri, Məkkənin çevrəsində olan müşriklər bir araya gəlirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və ona inananların kökünü kəssinlər. Və böyük bir ordu ilə Mədinəyə doğru gəlib inananları qətl etmək niyyətində olurlar. Münafiqlər isə, Mədinədə olan münafiqlər isə bu xəbəri həm Peyğəmbər sallallahu aleyhi ve sellemə, həm də inananlara qorxutmaq üçün aralarında yayırlar. Ha, sizi gəlirlər, sizi öldürəcəklər, sizi məhv edəcəklər. Qorxu yayırlar münafiqlər. Bugünkü dövrdə olan münafiqlər kimi ki, hansı ki möminlərin aralarında davamlı qorxu yayırlar. Bunun qarşısında Peyğəmbər sallallahu aleyhi ve sellem və onun sahabələri bu söhbətin ordu gəlir, sizi məhv edəcək söhbətinin qarşılığında deyirlər ki, Allah bizə yetər, o nə gözəl vəkildir. Heç qorxmuyor, heç umurumuzda deyil, vecimizdə deyil. Biz Allah'a inanırıq, etimad edirik, kim istəyir gəlsin. Tam tərsinə Allah Teala buyurur, وَزَادَهُمْ إِيمَانًا və onların ayağı sabit olur və imanları artır. Möhtərəm və əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Bakr radiyallahu anhu ilə, Əbu Bakr Sıddıq radiyallahu anhu ilə Məkkədən Mədinəyə hicrət edərkən sığındıqları o kiçik bir mağaranın içində Məkkə müşrikləri hər yerdə onları didik arayarkən hətta Əbu Bakr radiyallahu anhu deyir, onlardan biri başını sadəcə çöndərib baxsaydı ayağının altında bizi görəcəkdi. Hətta o anda belə Əbu Bakr radiyallahu anhu dedi ki, ya Resulallah, axı bunlar bizi görəcəklər. Peyğəmbər sallallahu aleyhi ve sellemin Allah'a nə qədər inandığını, etimad elədiyini, güvəndiyini, əsla onlar bunlara zarar verə bilməyəcəyini ifadə edir. Əbu Bakr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin üzündəki o təvəkkülü gördükdən sonra rahatladım deyə buyurur möhtərəm qardaşlar. Əziz möhtərəm qardaşlar, Allah'a gerçək şəkildə təvəkkül edən, etimad edən, Allah'a güvənən insanları Allah üzü üstə bırakmaz. Allah kim təvəkkül edərsə, onu şeytana yem etməz. Allah Teala Kur'an-ı Kerimdə buyurur. Kimlər ki Allah'a iman edir və Allah'a təvəkkül edir, şeytanı Allah onların üzərində ağa etməz. Kim Allah'a təvəkkül edərsə, ya tezi, ya geci Allah ona yardım edər. Allah Kur'an-ı Kerimdə buyurur ki, əgər Allah sizə yardım edərsə, sizi kimsə alçalda bilməz. Əgər Allah sizi alçaldarsa, sizi kimsə ucalda bilməz. Qoy mömin olanlar Allah'a təvəkkül etsin. Allah'a təvəkkül edən, etimad edən adam qorxaq olmur. Çünki yazılanlar Allah'ın təqdiridir. Hər yerdə ürəkli olur, haqqın yanında olur. Doğruyu deyil, hər zaman doğrunun tərəfində durmaqdan tərəddüd eləmir. Ayrıca möhtərəm qardaşlar, kim doğrudan da uca olan Allah'a təvəkkül edərsə, etimad edərsə, Allah'a inanarsa, güvənərsə, Allah onu yarı yolda qoymaz. Onu həyal kırıklığına, onu məyus etməz. Allah Kur'an-ı Kerimdə
bu halı zikir edəndən sonra buyurur ki: وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allah'a tevekkül ederse Allah ona kifayet eder. Allah ona yeter. Biz Müslümanlar Allah'a tevekkül etməyimizi, Allah'a güvenməyimizi və etimad etməyimizi doğru şekilde öğrenmeliyik ki hatta qələbə bizimle olsun. Cəsarətli olaq, Allah'ın yardımı bizimle olsun ve Allah bize her zaman kifayet edesin. Uca Allah'tan güzel adlarıyla, uca sıfatlarıyla diləyirəm. Hamımızı Allah'a layık şekilde tevekkül edən bəndələrdən eyləsin. Allahümme tesma'un ve estağfirullahil-azim li ve lekum ve lisâil muslimin min kulli zəm. Festağfiruhu innehu huvel gafurur rahim.